Ameliyatın tutarı şükür. Bəli. Bugün evə yazırsın. Bəli, hər şey yaxşıdır. Şükür Allaha. Əməliyyatlar gözəl keçdi, ağrılarım yoxdur, hər şey. Bəli, heç bir ağrın olmadı. Amma baxmayaraq ki, səndən nalvari çox mürəkkəb bir his olur. Bir də anal kanalda darlıq var idi. Yəni, sən özünü hiss edirsən. Çox nazik idi. Anal kanalı plastikası aparıldı. Yanaşı olaraq bu mürəkkəb əməliyyatlardan sayılır. Yəni, 8 il öncə sən əməliyyat keçirmişdin. Düzdür, bunun da müəyyən qədər rolları var. Anal hissədə darlıq yaranıb, sonra bir çatan yaranıb. Çatdan sonra da bu fəsadlar üzə çıxdı. Şükür, bu problemlərin həll olundu. Keşke Əvvəldən gəlsəydin, müraciət eləsəydin. Buna da şükür, buna da şükür. Yəni, bəli, mürəkkəb fistul biraz çətin xəstəlikdir. Mürəkkəb fistul təəssüf deyərəm ki, təəssüflə ki, mütəxəssisi də azdır. Amma buna baxmayaraq var. Mütəxəssisləri var, vaxtında müraciət olanda daha yaxşı olur. Sən müraciət edərik. Allah şəfa versin. Nə tövsiyə edərsin, nə arzulayarsan bu insanlar gecişdirirlər bu qədər? Yəni, tövsiyəm bu ki, vaxtından, hər şey vaxtına düzəldik, vaxtında gəlsin. Sən 2008 il gözləməsin. Bəli, mən kimi gözləməsin. Allah şəfa versin. Sağ olun, çox sağ olun. Sağ olun.